Salamlar hər bir kəsə, ümid edirəm yaxşısınız. Bu gün pivoting və port forwarding haqqında danışacağam sizlərə. Özüm də eşit imtahanı hazırlaşan zaman ayni dərslərində qarşıma çıxdı və istədim bunu bir videoya dönüşdürəm. Ümumiyyətlə pivoting nədir? Tutan biz hər hansı bir serverə sızmışıq və görürük ki, içəridə lokal bir port vardır və bu port dinlənilir. Lakin buna xaricdən müdaxilə eləmirik. Bunun üçün pivotingdən istifadə edərək o portu biz access əldə edə bilərik və yaxud da port forwarding ilə o portu başqa bir porta bağlaya bilərik. Ən başda burada baxın, tasklarda bizə bildirilib ki, 2 server var, demo1 və demo2 aynı.local. Burada tool'lar var. İstifadə edəcəklərimiz Nmap, Search Exploit, MSF Console. Nmap-S və -sc demo1 aynı.local yazırıq və cavabı gözləyirik. Nmap'in cavabı gəldi. Deməli biz görürük ki, 80 port açıqdır, 135, 139, 445, 3389 və s. portlar açıqdır. Bu həm də exploitation bölməsidir, yəni biz burada exploit axtaracağıq uyğun variantda. Biz görürük ki, HTTP file server 2.3'dür versiyası, HFS. Ən başda search exploit və yaxud da exploit database fərqi yoxdur. Biz bundan exploit axtarışına keçirik və görürük ki, remote command execution, uzaqdan kod icra etmə boşluğu vardı və buna uyğun exploitlər də vardı. Biz keçirik MSF konsola. Search registro yazırıq və görürük ki, burada bir exploit vardı. Use 0 yazaraq exploitdən istifadə edə bilərik. Bu remote command execution boşluğudur. Yazandan sonra options veririk. Görək nə optionlar vardı. Airhost'u dəyişəcəyik sadəcə, bəli. Set airhosts demo 1 aynı.local və run veririk. Artıq exploit işə düşdü və Meterpreter shell'i bəli, artıq Meterpreter shell'i əldə etdik. Nə kimi içəri daxil olmuşuq? Get UID-ni öyrənirik. Administratoruq biz burada. Pivotingi ümumiyyətlə necə eləyəcəyik? Deməli, artıq biz gördüyünüz kimi içəri sızmışıq. ipconfig əmri ilə biz IP-ni öyrənə bilərik içəridə. Gördüyünüz kimi burada bir IP vardı. Normalda bildiğiniz kimi 2 server vardı, lakin bir IP göstərilir bizə. Run auto root subnet. Bu IP-ni veririk 10.2.25.0/20. Bu əmrdən istifadə edirik və enterləyirik. Ümumiyyətlə, autoroot nə deməkdir? Yəni, bu IP-lərə tutan axırına 0 qoydu, bu aralıqdır. Bu IP-lərə bu maşın üzərindən bundan istifadə edərəksiniz, yəni. Autoroot bu üçündür. Artıq bundan istifadə edəmək Ctrl-Z veririk və yaxud background da yaza bilərsiniz, fərqi yoxdur. İndi biz bunu artıq skan eləməliyik, yəni port scan həyata keçirməliyik. Bunun üçün də auxiliary moddan, yəni scanner modundan həyata keçirəcəyik. Scanner port scan TCP, yəni UDP ehtiyac yoxdur. TCP yazırıq. Options veririk yenə. Set airhost'u dəyişin. Demo 2
Ayni.local, yəni bizim işin serverimiz demo 2 idi, bilirsiniz. Port 1-dən 10.000 nədir? Onu dəyişək. 100 eləsək kifayət edər. Run veririk və port skanı həyata keçiririk. Bəli, dostlar, cavab gəldi və biz görürük ki, demo 2 connect.localda 80-ci port açıqdır. Deməli, geri qaydırıq. Yəni birinci sessiyamızı qaydırıq. Burada port FWD modulundan istifadə edəcəyik. Yəni buranın portunu öz portumuza bağlayacağıq. L veririk. Hər hansı bir port yaza bilərsiniz, fərqi yoxdur. P buranın portu 80-ci port və R bizim demo 2-nin IP-si, onda biz buradan öyrənə bilərik. Yəni ping versək biləcəyik. Gördüyünüz kimi 12 29 201. Bunu ben kopyalayaq. Bəli. İndi yoxlayaq görək. Listə düşdü. Və gördüyünüz kimi buranın demo 2-nin portunu, 80 portunu lokal porta əlavə etdik. Onun üçün biz geri qaydırıq. Biz bir söz vermişdik, sonra lokal host yazırıq. Biz bu portun versiyasını öyrənməliyik. Və artıq cavab gəldi. Biz görürük ki, versiya Badbull 2.7-dir. Yenidən qaydırıq. MSF konsola. Ctrl-Z background atırıq. Search Badbull 2.7 və ona uyğun exploit'un olduğunu görürük. Buffer overflow. Use 0 veririk. Options veririk. Hostu dəyişirik. Bizə payloaddan vermişdi. Reverse TCP veribdi. Payloadu dəyişirik. Bind TCP verəcəyik bura. Bu payloaddan istifadə edəcəyik. Və artıq RAM verə bilərik. Bəli. Resume interpreter şeyimiz gəldi. Dan şələ düşürük. Dil yazaraq fayllara baxa bilərik. Buradan qaydaq slash-ə, yenə dil yazaq və flag.txt-ni görə bilirik. Type əmri ilə flag.txt-ni oxuya bilərik. Gördüyünüz kimi, o da bizim flagımız. Ümumiyyətlə pivoting nə oldu? Biz artıq serverə sızdıq və gördük ki, içəridə başqa bir port dinlənilir. Bu porta biz müdaxilə etməyə başlayaq. Port forwarding modulu ilə biz bu portu lokal porta bağladıq və oradan artıq məlumatlar əldə etdik. Sonra video bu qədər. Diğer videolarda görüşənədək. İzlədiyiniz üçün təşəkkürlər.